Baxın, bəzən biz bu dünya ilə izdivaca giririk və kimisə bizi qınanmağından qorxaraq onun yalanına baş əyirik. Kiminsə söz-söhbətə getməyək deyənə onun yalanına baş əyirik. Amma Rəbb deyir ki, bu düzgün deyil. Bəzən biz deyiləcək sözü yerində deməliyik və o insanın yalanını və yaxud da elədiyi böhtanını ortalığa çıxartmalıyıq. Amma bir çox vaxtı biz bizə ziyan gəlməsin deyənə və yaxud mənə xor kimsə baxmasın deyənə və yaxud məni bu kollektivdən seçməsinlər deyənə biz o insanların yalanı ilə şərik olaraq biz başlayırıq onların yalanına baş əyməyə. Və bu vəziyyətdə biz heç vaxtı Rəbbin izzətini həyatımızda görə bilməyəcəyik. Bəzən biz öz prinsiplərimizi dedikdə mən demək istəyirəm ki, Rəbbin bizə qoyduğu qayda qanunu bir kənara qoyaraq biz insanların prinsipinə uyaraq onların dediklərin qarşısında baş əyirik və həqiqətən də onlar düşdüyü şərə də biz də düşürük. Onlar düşdüyü böhtanlara da biz də düşürük. Çünki biz onlara şərik olduq deyənə. Biz vaxtında onların o yalanına, böhtanına üzə çıxartmadıq deyənə. Baxın, bu da yanlış bir şeydir. Bəzən biz fikirləşirik ki, əşi qoy mən susum, qoy keçib getsin. Amma inanın, bizim bəzən susmağımız lazımdır. Yəni ki, mən demirəm, biz kimlənsə saç yolduya çıxaq, əsla. Amma ki, biz Rəbbin bizə verdiyi vədləri və Rəbbin bizə qoyduğu prinsiplər üzərində dayanmalıyıq. İnsanlara xoş görsənməkdən ötəri deyil və yaxud da insanla aramız dəyməsin deyənə, eybi yoxdur, qoy o yalan danışsın, mən də onun yalanına susub oturacam deyənə, inanın, bu Rəbbin qarşısında düzgün olan bir şey deyil. Kəlam deyir ki, görürsənsə, sənin qardaşın səhv eləyir, ona onu denən. Əgər o səni qəbul eləmirsə, bir başqa qardaşını da götür məbəddən, get bir də ona denən. Yox, o bir də səni qəbul eləmirsə sizi, məbəddən kimlərsə ona gedib onu de. Yox, əgər o onda da qəbul eləmirsə, onda Rəbb deyir ki, qoy o öz yolu ilə getsin. Amma sən onun o yoluna şərik olma. Çünki o düşdüyü şərə sən də düşəcəksən. Ona görə də bəzən biz Rəbbin kəlamında və düzgün olanında möhkəm dayanmağı bacarmalıyıq. Çünki inanın, biz möhkəm dayanmasaq, biz də yıxılacağıq. Çünki Rəbb hər zaman bizim arxamızdadır, arxa dayağımızdır. Nə vaxt ki, biz düzgünün və düz olanın tərəfində dururuqsa. Yox, əgər biz kiməsə görə qoy bizim aramız dəyməsin, o mənim dostumdur və yaxud biz ondan neçə illərdir sirdaşımızdır, eybi yoxdur, mən susub dayanaram, o qoy öz yalanını danışsın, o qoy öz böhtanını eləsin. İnanın, biz heç vaxtı biz şərik olduğumuz şeylərdən qaça bilməyəcəyik. O yalan da bizi, necə deyərlər, üzərimizə gələcək. O böhtanlar da üzərimizə gələcək. Biz susub dursaq belə. Ona görə də heç vaxtı yalana şərik olmayaq. Heç vaxtı böhtana şərik olmayaq. Pisliyə şərik olmayaq. Düzgün olmayana şərik olmayaq. Hər zaman çətin olsa belə, ona qarşı durmağa, əziyyət olsa belə, amma hər zaman düzgünlüyün tərəfdarı olaq. Hər zaman düz olanın tərəfində duraq. Rəbbin kəlamının arxasında dayanaq ki, biz öz həyatımızda Rəbbin ehtişamını görə bilək deyənə. Bəzən biz həqiqət yolunu azaraq, dünya yolundan tuturuq və ona görə də çox pis bir vəziyyətlərə düşürük, yıxılırıq
hər şeydən inciyirik, hər kəsdən küsürük, günahı özümüzdə görmək istəmirik, səhvi özümüzdə görmək istəmirik. Hər kəsi günahlandırırıq və hər kəs də səhvi görür özümüzdən başqa. Hər şeydə ən birinci müdrik olmağımız vacibdir. Hər şeydən öncə Rəbdən yapışmağımız vacibdir. Çünki Rəbb olmadığı yerdə, Rəbb olmayan yerdə, Rəbbin təlimi, Rəbbin əli olmayan yerdə heç vaxtı xeyirdə olmur. İnanın, heç vaxtı olmur. Ruslarda belə bir atalar söz var. Deyir, gördüyünüz hər bir parıldayan bir şey qızıl deyil. Həqiqətən də bu belədir. Bəzən biz görürük ki, nələrsə bizə uğur gətirir, nələrsə gözümüzü elə bir ki, parıldadır, işıldadır. Biz fikirləşirik ki, bu yaxşıdır, qoy bundan yapışaq. Amma ta içimizin, ürəyimizin dərinliyində bilirik ki, bu, yəni ki, Rəbdən gələn bir şey deyil. Bu dünya bizə təklif elədiyi bir şeydir və içimizdə olan bu müqəddəs ruhun səsini bir yana qoyaraq öz elə bir ki, istəyimiz dalınca gedirik, öz necə deyərlər, bu dünyavi şeylərin dalınca gedirik və ona görə də orada nə xeyir görürük, nə bəhrə görürük, nə xeyir dua görürük, nə rahatlıq görürük, nə can sağlığı görürük. Ona görə də hər şeydən üstün, hər şeydən üstün bir dənə Rəbdir. Rəbbin təlimidir, Rəbbin kəlamıdır, Rəbbin sözüdür, Rəbbin olduğu yerdir. Qoy hər zaman, həyatınızın hər bir anı fərq eləmir. Çətindir, çətin deyil. Amma inanın, lütfə səbr eləyərək Rəbbi gözləyin, səbr eləyərək müqəddəs ruhun səsini gözləyin, səsini eşidin, sonra hərəkət eləyin. Nəinki siz Rəbbin səsindən öncə özünüz hərəkət eləyəsiniz və orada ziyan görəsiniz. Bəzən Rəbbi gözləmədən, müqəddəs ruhun səsini, müqəddəs ruhun bizə verəcək cavabını gözləmədən addım atdıqda biz çox ziyanlar çəkirik. Qoy Rəbb hər birimizin həyatında o qədər bir növrə olsun ki, o qədər sütunu olsun ki, o bizim həyatımızın dairəsi olsun. Biz yalnız o dairə çərçivədə hər zaman olaq ki, o Rəbbin o çərçivəsindən çıxmayaq və heç vaxt ziyan görməyək, heç vaxt ürək ağrısı bilməyək. Hər zaman Rəbdən yapışaq, hər zaman Rəbbin müqəddəs səsindən yapışaq, təlimindən yapışaq.